Danimarkalılarla oyunlarımız var ve bu oyunların esas məqsədi payızda, bu ilin oktyabrında 2028-ci il Dünya Çempionatının əsas mərhələsinə hazırlıq çərçivəsində keçirilən oyunlardır. Yama komandamızın iyun ayından etibarən yeni baş məşqçisi var, Yevgeniy Kukseviç və bu oyunlar heç şübhəsiz ki, gerdə qalan aylar ərzində baş məşqçinin də eyni zamanda heç şübhəsiz ki, gördüyü işin nəticəsi, həmçinin məhsul yarışa haqqında bəhs etdiyim Dünya Çempionatı seçmə mərhələsinə hazırlığın bir mərhələsidir və heç şübhəsiz ki, mühüm əhəmiyyət kəsb edir bu iki yoldaşlıq görüşü. Bugün bir qədər sonra başlayacaq bu ilk qarşılaşma və eyni zamanda 24 yanvar tarixində saat 16:00-da həmin görüş də Bakı İdman Sarayı'da oynanılacaq. Tamaşaçılar üçün giriş sərbəstdir. Yama komandamızı dəstəkləmək istəyən futsal həvəskarları Bakı İdman Sarayı'nın təşrif buyura bilərlər və artıq komandalar meydana daxil oldular. Danimarka kollektivi ağ geyində, Azərbaycan yığma komandası göy geyində mübarizə aparacaq və nəticə təbii ki, yoxlama görüşlərində bir qayda olaraq deyilir, nəticə bir arxa plana keçir, amma istənilən halda qələbə hər zaman şirindir. Bu komanda üçün əlavə bir motivasiyadır. Dövlət himləri səslənir. Beləliklə, dövlət himləri səsləndi və indi isə komandaların start beşliklərlə tanış olaq. Azərbaycan yığma komandasında bu heyət olacaq. Start beşliyimiz belədir. 1. Emin Kürdov, qapçı, eyni zamanda kapitan. 3. Kənan Manafov, 5. Oktay Rüstəmli, 9. Murad Quluzadə və 14. Tofiq Mikailov. Yama komandamızın baş məşqçisi Yevgeniy Kukseviçdir. Hakimlər briqadası Əli Cəbrailov, İmran Məhərrəmov, Ramil Namazov o ki qaldı. Danimarka yama komandasının heyətinə 1 nömrə William Rams, qapçı, 2 İbrahim Badran, 5 Muhammed Yusuf, 6 Abbas
Zankaneh və 10 Mats Falk, kapitan. Komandalar öz yerlərini alır. Kapitanların iştirakı ilə püşk atılır. Emin Kürdov və Mats Falk və hakimlər briqadası. Püşk atılır və bir qədər sonra oyun başlayacaq. Danimarka yığma komandası 2025-ci ilin dekabr ayında FIFA reytingində 61-ci yerdəydi. 11 pillə irəliləməklə 61-ci yerə qalxıb. Azərbaycan yığma komandasının dekabr ayına olan göstəricisi FIFA reytingində yığmamız 53-cü mövqedə qərarlaşır. Təbii ki, hər iki yığma komanda üçün yoldaşlıq görüşünün əhəmiyyəti barədə danışmaq artıq olar. Bu yoldaşlıq görüşləri məşqçilər üçün bir xeyli mövzu verir. Çatışmazlıqların aradan qaldırılması üçün. Yəni bu baxımdan hər iki kollektiv üçün heç şübhəsiz ki, bu yoldaşlıq görüşünün əhəmiyyəti böyükdür. Önəmli olan Dünya çempionatının seçmə mərhələsinə daha yaxşı hazırlaşmaqdır. Onu qeyd edim ki, seçmə mərhələlər. İlki mərhələ var, hansı ki, ilki mərhələ yazılı olacaq. Amma Azərbaycan yığma komandası ilki mərhələdən azaddır. Yığmamız seçmə, əsas mərhələdən, yəni oktyabr ayındakı seçmə mərhələdən mübarizə başlayacaq. Və heç bəzi ki, həmin dövrədək növbəti hazırlıqlar olacaq, növbəti görüşlər olacaq. Və bu nöqteyi nəzərdən hələ əsas mərhələyə qədər xeyli vaxt, bir neçə ay vaxtımız var və təbii ki, bu bir neçə ay ərzində əsas mərhələyə kifayət qədər yaxşı hazırlaşmaq olar. Beləliklə, görüş başladı. Azərbaycan və Danimarka kollektivlərinin iki yoldaşlıq görüşündən birincisi start götürdü. Uğurlar yığma komandamıza. Görək. Baş məşqçimiz Rusiya mütəxəssis Yevgeniy Kukseviç, hansı bir rəqibim iyun ayından etibarən, iyunun sonlarında 2025-ci ildə AFA İcra Komitəsi onun yığma komandanın baş məşqçi postuna təyinatını təsdiqlədi və beləcə Kukseviç yığma komandamızın çalışdırıcısıdır. Emin Kürdov qapıcımız da hücuma dəstəyə gəlib. Qapını tərk etməklə indiki məqamda Danimarkalılar müdafiəyə çəkiliblər. Yəni, qapıcımızın da indiki məqamda oyuncu mövqeyində olması heç şübhəsiz ki, bir nəfər artıq meydan oyuncusu anlamına gəlir. Yəni, önəmli olan təhlükəli zonalara topu itirməməkdir. Kürdov geri qayıtdı. İndi komandamızın hücumunu izləyirik. Ötürmək yaxşı gəldi. Qapıya zərbələ tamamlaya biləcəyim bu hücumu yox alınmadı. Rəqibə müdafiədən çıxmaq imkanı verməməyə çalışırıq. Təzyiq, top xətti keçir. Yəni, xəttdən top oynayan Danimarkalılar daxil edəcək. Falk kapitan, ondan ötürmə qapı qarşısına. Zərbə qeyri-dəqiqdir. Muhammed Yusuf bu hücumu qapı istiqamətdə zərbə ilə tamamlayır. Amma onun zərbəsi qeyri-dəqiq alındı.
Meydan özümüzə ait hissəsindən indi çıxmağa çalışırıq. Danimarka komandasının təzyiqi var. İrəli ötürmə, amma bir qədər qeyri-dəqiq alındı. Murad Quluzadə istiqamətə top göndərilmişdi sadəcə. Ötürmə qeyri-dəqiq oldu və hücumumuz yarımçıq qaldı. Top meydandan çıxır. Rəqibdən. Hələ ki. Qapı istiqamətə zərbə olmayıb. İndi biz hücumdayıq. Geri oynadı burada Kenan Manafov. Qapıya zərbə indirilir. Zərbə nədir? Noktalar üstəmli idi. Qapçının müdaxiləsi var. William Rams. Zərbəni dəf etdi. Abbas Zatkane. Cinahlı oynuyor Muhammed Yusuf. Abbas. Top meydandan çıxdı. Son toxunuş Kenan Manafov'dan. Bizim oyuncumuzdan elə adını çəkdimsə onunla bağlı bir məlumatı verim. Özündə əvəzləndi Kenan Manafov. Neftçi yetirməsi də 17 yaşında əsas komandaya cəlb edilib. Əsas komandada debütdə idi. Böyük futbolda böyük perspektiv vəd edən oyuncu idi. Oyun üslubuna görə də onu Rəşad Sadıqov adı bənzədilirdi, amma daha sonra zədələndi və zədədən sonra isə artıq futzala keçdi. Söhbət Yama komandamızın 3 nömrəli oyuncusu Kenan Manafov'dan gedir. Qayda pozuntusu var və ilk foul Danimarka komandası üçün. Kenan Manafov'la bağlı məqamı qedim. O futbolumuzda Rəşad Sadıqov, Rəşad Sadiqov Kenan'ın oyun üsuluna görə Rəşad Sadiqova bənzədiyini qedim, kiçik bir düzəliş edim. Hər halda futzalda ümid edək ki, o eyni zamanda digərləri gənc oyuncular hansı ki yığma komandanın heyətinə cəlb ediliblər. Ümid edək ki, uğur qazanacaqlar yığma komandamızın heyətində. Küncə zərbə yerinə yetirəcək. Top rəqib oyuncudan meydan tərk etdi. Ötürmə birbaşa zərbə olacaqmı? Var zərbə, amma zərbədən əvvəl hakim fit verdi. Burada qayda pozuntusu var. Bəli, yığmamızın futbol oyuncusu qaydanı pozmuşdu və qayda pozuntusu sayı bərabərləşdi. Həriyə bir foul var artıq. Danimarka yığma komandasını və meydana yeni oyuncular çıxdı. Təbii ki, futzalda bilirik bu dəyişikliklər limitsiz sayda olur. Qapçı burada topu özündə çox saxladı. Danimarka yamasının qapçısı William Rams 5 saniyədən artıq saxladı. Və buna görə hakim görüşü saxlayır və topa nəzarət bizim tərəfimizə keçir. Emin Kürdov. Geri oynuyor. Emin Kürdov qapıya baxır. Zərbə indirdi. Qeyri-dəqiq alınır qapçımızın zərbəsi və mövqeyinə qayıdır Emin Kürdov. Lakur. Mesajə Lakur. Danimarkalılar təhlükəli gəlirlər. Kürdov. Əla reaksiya verdi qapçımız. Bəlkə də qolu əngəllədi. Qapıya növbəti zərbə. Zərbənin qarşısını alan Emil Həsənzadədir. Özünü sipər etdi. Bu zərbiyə və topun qapıya getməsinə imkan vermədi. Out. William Rams. Top ələ keçirdik. Amma
Təəssüf ki, meydanda saxlaya bilmədi Emil Həsənzadə. Topu meydanın özünə aid hissəsində. Qapıya zərbə. Əla zərbə idi. İnsaf naminə bunu qeyd edək. Rəqib komanda Rasmus Philipsenlə hesabı açır. Rasmus Philipsenin zərbəsi uzaq 9-luğa ünvanlandı və baxırıq bir daha qapçının ötürməsindən sonra topu saxlamadan birbaşa qapıya göndərir və Danimarka komandası hesabda 1-0 önə keçir. Mən sonra bildirdim ki, gol vurulan məqamda qapçı topla çıxırsa, yəni topu meydanın özünə aid hissəsində 5 saniyədən artıq saxlaya bilməz. Meydanın rəqibi aid hissəsində keçirdirsə artıq təbii ki, bu sayı dayanır, geri sayım dayanır. Out Danimarkalılarında. Rasmus Philipsen. William Rams. Rams'dan ötürmə. Yine eyni zonaya. Bu dəfə zərbə imkan verir mi? Yox. Bu zərbə. Yaxşı ki, qola nəticələnmədi. Emin Kürov zərbənin qarşısını aldı. Tobias Svenk. Rasmus Philipsen. William Rams. Top onun nəzarətindədir. Philipsen oynadı. Rasmus Philipsen amma topu beyndə saxlaya bilmir. Out. Oktay Rüstəmli. Tovik Mikhailov. Start beşliyimiz hazırda meydandadır. Dəyişikliklərdən sonra Tovik Mikhailov. Murad Quluzadə. Burada hakim qayda pozuntusu qeydə alır. Qaydanı pozan rəqib komandanın 11 nömrəli oyuncusu Hans Rikende. İkinci fol Danimarka komandası üçün. Ondan ötürmə Tofiqə. Təzyiq edir Danimarka komandası. Meydanın bizə aid hissəsində. Emin Kürdov mərkəzə qədər gəldi. Murad Quluzadə top meydandan çıxır. Out bizimdir. Oktay Rüstəmli. Top oyuna daxil etdi. Qapıya zərbə. Qapçı. Komandasını qoldan xilas edir. Tovik Mikhailov. Qüvvətli və təhlükəli bir zərbə endirdi amma William Rams rəqib qapçı yaxşı oynadı. İndi Murad Quluzadə. Daha bir out. Top rəqibdən meydan. Tovik Mikhailov. Ötürmə bir qədər qeyrdəyə qalındı. Murad Quluzadə istiqamətinə göndərilən top, yəni oyunçumuzdan bir qədər aralı edildi və belə də Murad Quluzadə bu meydanlar təzyiq etmək lazımdır. Son toxunuş rəqibdəndir. Muhammed Yusuf'dan. Tovik Mikhailov. Murad. İndi Oktay ötürmə. Kenan Manafova. Kenan çevirmə qarşı salındı. Yine Kenan Manafov. Gedər sərt alınır ötürmə. Oktay Rüstəmli. Abbas Zankane. Badrandan irəli ötürmə. Qapıya zərbə olacaqmı? Özü getdi Oktay Rüstəmli amma artıq rəqib bir qədər çətin durumda qalmışdı. Çünki cinahdan da oyunçumuz irəli.
bizimdir. Templi oyun gedir, dayanmalar çok azdı futsalda. Bilirik, temiz 20 dəqiqə oynanılır, dayandırılır. Bu baxımdan iki məqamda dayanmaların çok az olduğunu görürük. Oyunda temp, sürət var. Tabii ki bu müsbət məqamdır. William Rams. Sarkanay. Təzyiq altındaydı. Emil Əsənzadə təzyiq edirdi və buna görə Abbas ederken topu meydandan çıxardı. Ülvəliyev. Kapitandan, rəqib kapitandan, Masfalkdan. Ferdi Abbasov. Qapçımız mövqeyinə qayıtdı. Və burada qayda pozuntusu var. Ferdi Abbasov qaydanı pozur. İkinci fol yığma komandamız üçün. Cərmə sayı bərabərləşdi. Danimarkalılar cərmə zərbəsi yeni etirirlər. Falk geri oynadı, qapçı ötürmə. William Rams. İbrahim Badran. Daha bir fol. Bu dəfə Nihad İsmailov'du qaydanı pozan. Üçüncü cərmə bizim üçün. Yəni bundan sonraki dəqiqələr nəzərə alsaq hələ. İlk hissə yarılanmayıb. Yəni bir neçə saniyə qalıb ilk hissənin yarılanmasına. Heç 10 dəqiqə tamam olmayıb. Yəni bu artıq 3 cərmə bizi qarşıdakı dəqiqələrdə bu baxımdan daha diqqətli olmağa sövq etməlidir. İbrahim Badran. Topu qarşısında əlverişli mövqe seçməyə çalışır Danimarkalılar. Top oyunda imkan vermədi onlara kimisi əlverişli mövqeyə çıxıb zərbə endirməsinə. Çünki artıq futsalda hər şeyi cəldlik, eyni zamanda təbii ki hiləgərlik. Çox gözlənilməz ötürmələr olur ki, bir ötürmə, bir zərbə və eləcə epizod qolla nəticələnir. Ülvəliyev. Ülvi topladı. Out bizimdir. Daha bir dəyişikliyi var. İndi Qüdrət Qasımzadə meydana çıxdı yığma komandamızın heyətində. Ülvəliyev. Ondan ötürmə. Qayda pozusu yox deyir hakim. Bax burada Emil Əsənzadə topu qəbul etdi. İndi ötürməlidir Emil. Qapıya zərbə. Yenə qapçı. William Rams. Növbəti dəfə komandasını qoldan xilas edir. Emil Əsənzadə. Topa əllə bir müdaxilə göründü. Hakim davam deyir. Top bizdədir. Yaxşı hücumumuz ola bilər. Zərbə qapçı. Emil Əsənzadənin zərbəsini dəf edir rəqib qapçı William Rams. Ferdi Abbasov. Emil indi bir qədər geri Ülvəliyev ötürmə. Yenə Emil. Burada rəqibin 4 nömrəsi Cornelius Ambek Norgard'la mübarizə yıxıldı, amma qayda pozusu yox idi. Top rəqibdən meydan tərk edir. Out bizimdir. Az əvvəlki episodun təkrarını bir daha izlədik. Burada da rəqib qapçının inanlı oyununu qeyd edək. Emil Əsənzadənin fərqlənməsinə imkan vermədi. Ferdi Abbasov. Oqlar Rüstəmli. Ülvi, Fərid. Rəqib hücumdadır.
Qapçımız müdaxilədir. Ardınca isə Oqtar Rüstəmlinin toxunuşu və topu meydandan çıxardı. Rəqibin təhlükəli hücumunun qarşısını ala bilirik. Bir 0 hesabı ilə öndədir Danimarka komandası. Rasmus Philipsen'in vurduğu golla qapı çərçivəsi gəlir. Rüstəmli ötürmə etdi. Oqtay topladı. Ülvi. Fərid. Hücumdayıq. Amma rəqib hücumu dəf etdi. İndi Danimarkalılar hücumdadır. Emin Kürdov və əla seyv qapçımızdan. Təhlükəli bir zərbəni dəf edir qapçımız. İkinci qola imkan vermədi. Baxırıq bir daha epizodun təkrarına. Bax, budur bu zərbə. Zədələnmək bahasına olsa belə Emin Kürdov bu zərbəni dəf etdi və ikinci qola imkan vermədi. İkinciden zərbə olacaq. Tobias Wenk ondan ötürmə. Zərbə də var, qarşı alındı. Rasmus Philipsen idi. Zərbəni endirən görüşdə bu ana qədər olan yeganə qolun müəllifi. Rams. Philipsen. Wenk. Top meydandadır, çıxmayıb. Bir anlaşılmazlıq var burada, amma hər halda hücuma çıxmaq üzrəyəkən topu itirdik və dirək bizi qoldan xilas etdi. Qapı dirəyinə dəydi. Təzyiq altında futbolçularımız. Ötürmə. Bizdə qapçı var. William Rams. Tobias Wenk. Futbolçularımız toxunmayıb. Out bizimdir. Və Rüstəmli. Murad Quluzadə. Bobik Mikhailov. Geldi. Komanlarımızda Ədalət Bərov var. Çöldən silkələdi. Danimarkalılar diyemamıza hücum izləyirik. Qapıya zərbə. Bir dəqiq Ədalət Ələkbərov idi bu hücumu qapı istiqamətinə zərbə ilə tamamlayan. Amma çərçivəyə düşə bilmədi Ədalət Ələkbərov. Mats Falk kapitandan geri İbrahim Badran'a ötürmə. Yenə Badran topladı. Muhammed Yusuf, onun zərbəsi top qapıdan aralı keçir və dərhal da qapçımız çox düzgün etdi hər şeyi, zamanında ötürmə etdi, düzdür. Hücuma çıxıb təhlükəli vəziyyət yarada bilmədi, amma təbii ki burada Emin Kürdov, illərin təcrübəsi yəni o burada çox məqamında ötürmə etmişdir, rəqib futbolçular geri qayıtmağa macal tapmamışdılar. Üçüncü fol Danimarkalılar üçün 3-3 və time-out götürülür. Azərbaycan yığma komandasının baş məşqçisi Yevgeniy Kukseviç time-out götürür. Cərmə zərbəsi yerinə yetirəcək. Meydançanın rəqabət hissəsində bu isə Danimarkalıların vurduğu qolun təkrarıdır. Rasmus Philipsen bu epizodda baxımlı bir zərbə ilə hesab açdı. Təbii ki, indi burada cərimə
zərbəsi yerinə yetirəcəyimiz bir məqamda baş məşqçimizin time-out götürməsi hər halda oyunun sonraki bölümü və eyni zamanda təbii ki topu oyuna daxil edərkən və bu cərimə zərbəsindən rəqibə hansısa bir sürpriz təklif edə bilərikmi və bu cür məqamlarda təbii ki bu time-outların önəmi böyükdür. Görək cərimə zərbəsindən nəyə nail olacaq? Heyətdə yeni adlar var, bunu qeyd yığma komandamızda gənc futbolçular var. Heyətə cəlb olunublar və təbii ki baş məşqçi Yevgeni Kukseviç onların hamısını çempionatda öz yerində, amma yığma komandada təbii ki heç şübhəsiz ki öz dəstxətinə, öz oyun üslubuna uyğun bir komanda formalaşdırmağa çalışır Kukseviç. Oyuna daxil etdik, amma bu standart vəziyyətdən sonra qapı çərçivəsinə zərbə endirə bilmədik. Yığma komandamızın təlim məşq toplanışının əvvəlində mətbuat üçün açıq məşqdə bildirilən. İndi bu barədə bir qədər sonra hələlik rəqibin hücumunu izləyək. Topu ələ keçirdi, amma bu epizodda təəssüf Cemil Həsənzadə dərhal ayağa qalxıb topu irəli Tofiq Mikhailov ötürməyə macal tapmadı. Həm kapitan, həm də baş məşqçimiz mətbuat üçün açıq məşqdə mətbuat nümayəndələri verirlər müsahibədə. Təlim məşq toplanışında yeni adların olmasını xüsusilə vuruladılar. Təbii ki, bir edirəm. Əsas məqsəd 2028-ci il dünya çempionatının əsas mərhələsinə yaxşı hazırlaşmaq və rəqabətə davamlı bir komanda formalaşdırmaqda. Ona qedim ki, 2028-ci ildə keçəcək dünya çempionatında Avropa zonasından 7 komanda iştirak edəcək. Əsas məsələ bax bu 7 komanda sırasına düşməkdə. İlkin mərhələ var, əsas mərhələ var. Hamımız əsas mərhələdən mübarizə başlayacaq oktyabr ayında. Milli komandamız dünya çempionatında 2006-cı illə iştirak edib və həmin o dünya çempionatında 4-1 finala da irəliləmişdik. Avropa çempionatlarında isə 6-5 iştirak etmişik və 2010-cu illə 4-cü olmuşuq. Növbəti zərbə qeyri-dəqiq Ruben Viter. Danimarka yığmasının bu hücumunu qapı istiqamətlə zərbələ tamamlayır, amma zərbəsi qeyri-dəqiq alındı. Danimarka yığma komandası qitə çempionatının final mərhələsində iştirak edə bilməyib. Bu vaxta dək biz 6-dəfə iştirak etmişik. Əriyə bir əfəsi dünya çempionatında final mərhələsində olmuşuq. Danimarkalılar 1989-cu ildə dünya çempionatının final mərhələsində iştirak ediblər. Biz isə 2016-cı ildə hansı ki, bu barədə məlumat verdim. 4-1 finala da irəliləmişdi həmin o dünya çempionatında. Top rəqibdən meydan tərk edir. Ülvi Əliyev etmək istərkən Danimarka yığması 9 nömrəsi Esaja Yakur ötəmənin qarşı kəsi və top ondan meydanı tərk etdi. Birinci hissədə son 4 dəqiqə. Daha bir hücum qonaqlardan qapıya zərbə, qeyri-dəqiq top qapıdan aralı keçir. Lakur. Yaxın ilk öncə topu göndərməyə çalışdı. Zərbəsi qeyri-dəqiq alındı. Eldar Zeynalov. Top bizdən meydan tərk edir. Nihat İsmailovdan. Out Danimarkalılarında. Kürdov topu götürdü. Ülvi Əliyev. Out bizimdə. Ülviden ötürmə. Ferdi Abbasov.
Kürdov. Ülvəliyev topladı. Ondan ötürmə. Nihad İsmailov. Geri çəkili topu. Eldar Zeynalov. Rəqib topu ələ keçirdi. Burada qayda pozuntusu yoxdur. Oynamaq olar. Amma hücuma çıxa bilmədik. Onu da qeyd edib, Danimarka komandasında 4 qayda pozuntusu var. Onlar da 5-cinin olmamasına çalışırlar. Ötürmə qeyriyə qalındı. Elə rəqibin də ötürməsi dəqiq deyil. Eldar Zeynalov. Ülvəliyev topladı. Ülvi. Baxır kimi ötürsün. Qeyriyə qalındı ötürməsi. Eldar Zeynalovu düşünmüşdü, amma ötürmə istənilən kimi deyildi. Rasmus Philipsen. William Rams, qapçı. Mərkəz xətti keçdi və təbii ki, avtomatik olaraq geri sayım dayandı. Qapçının zərbəsi qeyri-dəqiqdir. Bu düzəlişlər arasında kiçik bir qayda pozuntusu var idi. Yəni bu oyun dayandıqdan sonra hakimdən şifahi xəbərdarlıq, əl sıxır futbolçular. Hər şey qaydasındadır, oyun davam edir. Emin Kürdov, Murad Quluzadə, ondan ötürmə. Nihad İsmailov top meydandan çıxır. Out bizimdir. Murad. Emin Kürdov, yenə Murad. Murad Quluzadə. Eldar Zeynalov. Kürdov. Qapçımız irəlidədir. 5 nəfərlə indiki məqamda hücumdayıq. Eldar. Cinah ötürmə, Murad. Muraddan ötürmə. Amma Fərid Abbasov topa çata bilmir. Philipsen. Rasmussen. Philipsen. Ötürmə. Tobias Wenk. Qayda pozuntusu. Və sarı vərəqə. 9 nömrəli oyunçumuz Murad Quluzadəyə və cərimələrin sayı bərabərləşir. 4-4. Birinci hissənin başa çatmasına isə 1 dəqiqə 14 saniyə qalır. Rəqib cərimə zərbəsi yerinə yetirəcək. Təhlükəli nöqtədir. Nəzərə alsaq ki, 3 oyunçumuz canlı sətdə dayanıb. Yəni, burada ötürməyə, ediləcək ötürməyə, əgər zərbə olmayacaqsa təbii ki, 2 olur canlı sət. Bir qədər geri çəkildi burada Kenan Manafov. Vaxtında reaksiya vermək lazımdır. Qapıya zərbə və Emin Kürdov. Dəf edir bu zərbəni qapçımız. Out yerinə yetirəcək Danimarka komandası. Qapçımızın tibbi yardıma ehtiyacı var. Bu qısa fasilə bununla bağlıdır. Az əvvəl
Cərimə zərbəsi yerinə yetirilərkən baxırıq. Yüngül bir zədə alıb Emin Kürdov. Ümid edək ki, yüngüldür zədəsi. Ciddi bir şey yoxdur. Təbii ehtiyatda digər qapıcı Kamran Hacıyev də var. Amma nəzərə alaq ki, Emin Kürdov həm də komandanın kapitanıdır. Bəli. Bir qədər fasiləyə ehtiyacı var Emin Kürdovun. Kamran Hacıyev. Qapıya gəldi. Qapıcı dəyişiklik ama komandamızın niyyətində. Qayıtdı Emin Kürdov. Mövqeyindədir. Çox qısa zaman ərzində Kamran Hacıyev qapıda oldu. Hər şey qaydasında Emin Kürdov yerini alır. 1 dəqiqə 6 saniyə. Oyunun xüsusilə bax bu son dəqiqə yarım, 2 dəqiqə ərzində bir qədər dayanmaların, fasilələrin sayı çox oldu. Rəqib altdan top oyuna daxil edildi. Zərbə yaxın küncə. Kürdov topu götürür. Fərdi Abbasov birinci hissədə bu arada sonuncu dəqiqə başladı. Son dəqiqə. Fərdi Abbasov. Ondan cinaha ötürmə. Oktay Rüstəmli. Rəqib hücumumuzu dayandırdı. Geri qayıdan top bizimdir. Qaydanı pozuruq burada. Qapıcı topla çıxarkən. Qaydanı pozur. Növbəti dəyişikliklər var. Yox, time-out. Time-out. Danimarka komandası. Time-out götürür baş məşqçi Nikolay Sabiye. Bu standart vəziyyət öncəsi time-out hüququndan istifadə edir. Saniyələr qalıb birinci hissənin bitməsinə. Biz isə Danimarka yığma komandasının vurduğu qolun təkrarını bir daha izləyirik. Rasmus Philipsen. Onun zərbəsi dəqiq alındı. Qapıcının ötürməsindən sonra topu saxlamadan qüvvətli zərbə ilə qapıya göndərdi Rasmus Philipsen. Bitti time-out. 36 tam 10'da 6 saniyə. Qalan vaxt bu qədər də birinci hissədə. Bölgeler paylaşma gidiyor. Rəqib futbolçularını nəzərdə saxlamaya çalışır oyuncularımız və bu ötürməyə ayaq qoyan Murad Quluzadədir. Topu meydandan çıxarır Murad. İndi Danimarkalılar out yeni yetirəcəklər. William Rams. Top meydandan çıxır. Qapıcının ötürməsi qeyri dəqiq alındı. Olduqca dinamik oyun olan futzalda hər saniyənin öz hökmü var. Hətta son saniyələrdə olan
2 saniye vaxt qalsa belə, 1 saniye qalsa belə cərmə zərbələr zamanı qol vurmaq mümkündür. Uzaqdan endirilən zərbə yaxşı ki, qeyrdəyə qalındı. Muhammed Yusuf. Qapı boş idi. Təhlükəli zonda top itirdik. Və Muhammed Yusuf az qala hesabı 2-0 çatdıracaqdı. Out. Və bu arada qayda pozuntusu da oldu. 5-ci qayda pozuntusu Azərbaycan yığma komandası üçün və 5 saniyə qalıb. 5,5 saniyə qalıb birinci hissənin bitməsinə və hissə bitdikdən sonra bu follar, qayda pozuntuları da sıfırlanır. Və bitdi. Birinci hissə beləcə başa çatır, hörmətli tamaşaçılar. Azərbaycan Danimarka futsal yığmalarının beynəlxalq yoldaşlıq görüşündə ilk yarı yekunlaşır və birinci hissə Danimarka komandasının 1-0 hesablı üstünlüyü ilə başa çatır. Qısa bir fasilə ayrılaq, ikinci hissədə görüşərik. Hörmətli tamaşaçılar, Bakı İdman Sarayı'nda yayımız davam edir. Azərbaycan və Danimarka yığma komandalar arasında futsal millilərinin yoldaşlıq görüşündə bir qədər sonra ikinci hissə başlayacaq. İlk yarıdan sonra isə hesab 1-0 Danimarka komandasının xeyrinədir. Rasmus Philipsen'in birinci hissədə vurduğu qol qonaqların fasiləyə üstün durumda yollanmasını təmin edib. Və görək indi ikinci hissədə futsalçılarımız rəqibə nə təklif edəcəklər? İkinci isə hansı məcrada keçəcək? Heyətdə xeyli yeni adlar var. Gənc adlar var. Yığmamızın heyətində və təbii ki, baş məşqçi Yevgeniy Kukseviç bu iki yoldaşlıq görüşündə onların nəyə qadir olduğunu daha yaxından biləcək. Təbii ki, bu yığmamızın yanvar ayının 18-dən etibarən təlim məşq toplanışı başlayıb və bu təlim məşq toplanışı çərçivəsində iki yoldaşlıq görüşü Danimarka kollektivi ilə biri bugün, bir qədər sonra ikinci hissəsi başlayacaq. Digəri 24 yanvar tarixində keçiriləcək və bu oyunlar yığmamıza 2028-ci il Dünya Çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır. Komandamız əsas mərhələdə mübarizə başlayacaq oktyabr ayında. Birinci hissə haqqında nə demək olar? Hər halda Danimarka kollektivinin daha çox təzyiq etdiyini gördük. Onların qol vəziyyətlərinin sayı daha çox idi yığmamıza nisbətən. Bizim də epizodlarımız oldu. Qapı çərçivəsi zərbələrimiz var, amma rəqib qapıcı William Ramsın inanma oyunu qeyd edir. Elə bizdə də təcrübəli qapıcımız Emin Kürdovun bir neçə epizodda komandamızı qoldan xilas etdiyini xüsusi vurğulamalıyıq. Bir epizodda Rasmus Philipsen'in o effektli zərbəsini dəf etmək mümkün olmadı. Ümumən, birinci hissənin Danimarka komandasının üstünlük şəraitində keçdiyini deyə bilərik. Amma təbii ki, yoxlama oyunu da məhz elə bu cür məqamlara çatışmayan tərəfləri üzrə çıxarmaq üçün olduqca önəmlidir və hər halda baş məşqçinin də əsas məqsədi bax bu çatışmazlıqları görmək və onları aradan qaldırmaqdır. Birincisi elə bildirmişdim, bir daha edirəm. 2025-ci ilin dekabr ayına olan reyting sıralanmasında Danimarka kollektivi 61-ci mövqedə qədərlaşır. Azərbaycan 53-cü yerdədir. Amma ondan nəzərə alaq ki, Danimarka yığmasının heyəti daha təcrübəli oyunculardır. Bizdə isə bir əqidim xeyli yeni gənc adlar var. Komandalar meydana qayıdırlar. Danimarkalılar artıq meydandadır və yığma komandamızın futsalçıları da, onlar da artıq gəlirlər.
ikinci hissənin hansı məcrada keçəcəyini səbirsizliklə gözləyirik. Görüşü Azərbaycanlı Hakimlər Briqadası idarə edir. Əli Cəbrayılov, İbrar Məhərrəmov, Ramil Namazov. Və baş məşqçimiz Yevgeni Kukseviç təlim-məşq toplanışının əvvəlində mətbuat üçün açıq məşqdə daha çox standart vəziyyətlər üzərində çalıştığını bildirmişdi. Təbii ki, futzalda standart vəziyyətlər olduqca önəmlidir. Və bu kimi məqamlar üzərində iş aparıldığını dedi baş məşqçimiz Yevgeni Kukseviç. O 2025-ci ilin iyun ayından etibarən yığma komandamızın baş məşqçisidir. İkinci hissədə Danimarka komandasının heyətində qapçı dəyişikliyi var. Artıq onu görürük. Birinci hissədə William Rams bir nömrəli oyuncu qapıda dayandı və ikinci hissədə isə qapıda digər qapçı 16 nömrəli oyuncu Niklas Fuchs Christiansen'i görürük. Rəqib komandanın baş məşqçisi Nikolay Sabiye. İkinci hissədə onu heyətə daxil etdi. Görək, William Rams'ın qapısına yol tapa bilməyən futzalçılarımız Christiansen necə məyus edə biləcəklərmi? İkinci hissədə topu mərkəzdən oyuna futzalçılarımız daxil edəcəklər. Və başladı ikinci hissə. Yamamıza uğurlar. Hücumdayıq. Qapıya zərbə. Rəqib oyuncu dəyəri istiqamətini dəyişdi, meydandan çıxdı. Küncdən zərbə yerinə yetirəcək. Abbas Zankaneh'dən top meydanı tərk etdi. Ötürmə, zərbə, qeyri-dəqiq. Emil Həsənzadə idi zərbəni endirən, amma çərçiyə düşə bilmədi Emil. Christiansen. Öpənin qarşını kəsən Ülvi Əliyevdir. Rəqib komandanın kapitanı Mats Falk top oyuna daxil etdi. Christiansen, Falk. Burada isə İbrahim Badran topu saxlaya bilmir. Nihat İsmailov. Ülvi Əliyev, Nihat topladı. Bir-birini başa düşmədilər burada. Nihat və Emil. Christiansen. Muhammed Yusuf. Onun ilerləməsinə imkan vermədi. 10 nömrəli oyuncumuz Nihat İsmailov. Top bizdə. Nihatdan ötürmə bir qədər qüvvətlidir. Top meydandan çıxır. İbrahim Badran. Christiansen. Falk. Özünü çatdırdı Ülvi Əliyev və indi Ülvi. Topla irəliyir Ülvi. Ötürmə etdi. Fəridlə oynayır. Fərid isə topu itirdi. Rəqibin 5 nömrəsi Muhammed Yusuf. Topu alır. Abbas. İbrahim Badran. Hakim görüşü saxlayır çünki qapıcımız yardım istədi. Emin Kürdov.
Onun tibbi yardıma ihtiyacı var. Birinci hissede de Emin Kürdova tibbi yardım gösterilmişti. Rəqibin zərbəsini dəf edərkən zədə almışdı Emin Kürdov. Oyunu davam etdirəcək mi qapçımız? Ağrılar var hələ ki. Emin Kürdov meydanı tərk edir. Və onun yerinə meydana digər qapçı Kamran Hacıyev daxil oldu. Ülvəliyev topladı. Ferdi Abbasov. Top meydandadır. Çıxdı, rəqibdən çıxdı. Hücumumuz davam edir. Out. Yan xətdən top oyuna futbolçularımız daxil edəcək. Qapı qarşısında ötürməyə bənzər bir zərbə idi. Falk. Burada da Danimarkalılar bir-birini başa düşmürlər. Ferdi Abbasov ondan ötürməyə Ülvəliyev. Ülvi zərbə endirir. Rəqib qapçı Kristiansen dəf etdi bu zərbəni. Kristiansen'ə irəli ötürmə. Qapçımız Kamran Hacıyev vaxtında çıxdı. Norgard. Out. Rəqibindi. Esaja Lakur top oyuna daxil etdi yan xətdən. Yenə Lakur. Winter. Top bizdə meydan tərkiri. İkinciden zərbə yerdə yetirəcək Danimarka kollektivi. Esaja Lakur. Standart vəziyyət o yerinə yetirəcək. Ondan ötürmə qapıya zərbə. Qarşı salındı bu zərbənin. Murad Quluzadə idi zərbəni dəf edən. Zərbə endirən isə Robin Winter idi. Qeyri-dəqiq zərbədir bu. Cornelius Norgard'dan. Murad Quluzadə. Bir out. Murat. Ondan ötürmə dəqiq deyil. Tofik Mikhailov'u düşündü ama Tofik Mikhailov ötürmə anını görmədi. Qayda pozuntusu. Tofik Mikhailov. Ona qarşı kobudluq var. Rəqib futbolçu tərəfindən. İlk foul ikinci hissədə Danimarkalılar üçün. Burada mübarizədir, qayda pozuntusu yoxdur. Kamran Hacıyev ondan ötürmə. İndi Tofik Mikhailov. Murad Quluzadə topladı. Yenə Tofik ötürmə. Tofik. Rəqibin təzyiqi var.
Topu təhlükəli zondan uzaqlaşdırdıq. Kenan Manafov, amma hücum davam etdirmə mümkün olmur. Murad Quluzadə irəliyir. 2-9 dönəli mübarizəsi. Murad zərbə endirdi yaxın ikinci, amma zərbəsi qeyridə qalına təəssüf ki. Rəqibin 9 nömrəsi Esa Jahlakuru keçdi. Zərbə endirdi, amma çərçivəyə düşmək mümkün olmur. Yakur çatmır topa. Out. Dəyişikliklər yığmamızda. Təbii ki, limitsiz sayda dəyişikliklər həyata keçirmək olar. Futzalda, oyun dayandıqda. Təbii ki, bu məqam da məşqçilərə müxtəlif taktiki variantları həyata keçirmək imkanı verir. Futzal qaydalarında bu məqam var. Dəyişikliklərin sayı nöqteyi nəzərindən. Out yerinə yetirəcəyik. Emil Əsənzadə geri oynadı. Fərid Abbasov yaxşı keçdi rəqibini. Emil zərbə endirir, amma bu dəfə də alınmadı. Christiansen. Müdafiədə etibarlıyıq. Hücuma da çıxdıq. Təhlükəli hücum. Qapıya zərbə. Christiansen qola imkan vermir. Qüdrət Qasımzadə fərqlənməyə yaxın oldu. Çox yaxşı hücum vurduq. Yaxşı çıxdıq. Amma təəssüf ki, sonluq istədiyimiz kimi olmadı. Zərbə endirilir. Qeyri-dəqiq Gülvəliyev. Bir qədər dəqiqlik çatmadı. Bu dəqiqələrdə komandamızın oyuncularının kifayət qədər yaxşı təsir bağışladığını deyə bilərik. Rasmus Philipsen. Təzyiq də var. Qayda pozisiyonu yoxdur. Ən azı burada künc zərbəsi qazandıq. Fərid Abbasov az qala qapı xətti üzərindən zərbə endirirdi. Qapıcı Christiansen dəf edir bu zərbəni və küncdən zərbə. Götürmə, amma top çatmadı. Emil Əsənzadəyə. İndi Emil topladı. Fərid Abbasov. Emil boşdu. Geri oynamaq olar. Belə dedir. Fərid. Fərid hələ ki topu özündə saxlayır. Qapıya zərbə idi bu. Qapıcı topu götürür. Dərhal da irəli ötürmə etdi. Bunu da qapıcıdan qapıcıya bir ötürmə kimi qəbul edək. Kamran Hacıyevdən irəli göndərilən top Qüdrət. Qüdrət zərbə mövqeyi vermədilər, ona qarşı bağlandı, amma zərbə endirir hər halda bu hücumun davamında. Qeyri-dəqiq alınır Qüdrət Qasımzadənin bu zərbəsi. Daha hərəkətli görünür komandamız. Bu diqqətdən yayınmır. Və rəqibi ən əsası müdafiə olunmağa məcbur edirik. Səhvə yol verməyə məcbur edirik. Sadəcə ələ düşən imkanlardan istifadə etmək lazımdır. Ülvəliyev. Geri. Emil Əsənzadə. Qüdrət. Və burada qayda pozuntusu. İkinci foul. Danimarka komandası üçün standart vəziyyət yerinə yetirəcəyik. Yalnız fitdən sonra zərbə endirmək olar deyir hakim. 2 nəfərdən ibarət canlı səd qrup. Danimarka
Yamasının qapısı bir nəfər qaldı. Və ikinci şəxsi isə, ikinci oyunçunu isə bu 5 nömrə oyunçu Məhəmməd Gözdən söhbət edir onu. Qapıya yaxın zonaya çağırdı Christiansen. Zərbə endirilir. Top düz qapıçının üstünə gəldi. Christiansen. Topu götürür. Rahat çatmaq lazımdır topa. Hər halda bunu bacardı. Ülvəliyev sürüşmə hesabına təhlükəni soğuşdurur. Top ondan meydanı tərk etdi. Auto Danimarka futzalçıları yerinə yetirəcək. Falk, Christiansen. Qapıya zərbə, qapı boşdur və gol! Hər şeyi necə gördü Nihat İsmailov. Hər şeyi necə dəqiqliklə etdi. Qapıcı Christiansen irəlidəydi və hesabı bərabərləşdiririk. Bəlkə də ikinci hissədə, bəlkə də yox, əminliklə deyə bilərik ki, ikinci hissədə etdiklərimizin bir məntiqi nəticəsi də adlandıra bilərik bunu. Baxırıq bir daha. Nihat İsmailov hesabı bərabərləşdirən qolun müəllifi olur. Qapının boş olduğunu gördü. Ani qərar vermə bacarığı çox önəmlidir futzalda və hər şeydə düzgün etdi Nihat İsmailov, hesabı bərabərləşdirdi. 1-1. Bəli, ikinci hissəli biz daha yaxşı təsir bağışlayırıq, daha yaxşı oynayırıq. Və bu qol bundan əvvəlki epizodlar o qolla tamamlaya bilmədiyimiz həmin o qeyri-dəqiq zərbələrin bir sığortası olsun. Daha bir hücum. Uzaqdan zərbə, qeyri-dəqiq. Ülvi Əliyevin zərbəsi dəqiq alınmadı. Top bizlədi. Amma zərbə bir qədər zəif alındı. Ədalət Ələkbərovun zərbəsi. Bir qədər zəif və qeyri-dəqiq idi. 7 dəqiqə arxada qaldı ikinci hissədə. Hesab 1-1'dir. İki məqamda deyərdim ki, rəqibdən əsas üstünlüyümüz məhz sürətdədir. Daha hərəkətlidir futzalçılarımız. Bu sürət, temp Danimarka komandasına geride qalan dəqiqələr ərzində kifayə qədər çətin anlar yaşadıb. Ellar Zeynalov qapçı ilə oynadı. Kamran Hacıyev. Rəqibin təzyiqi var. Kapitan təzyiq edir. Qapımız boşdur. Bloklamaq lazımdır. Orta üçün dərhal geri çəkildi Ellar Zeynalov. Christiansen. Oyun qızışdı. Qapıya zərbə, qeyri-dəqiq. Rəqib komandanın 2 nömrəli oyuncusu İbrahim Badran. Uzaqdan zərbə endirdi, yəni futzal standartları ilə uzaqdan. Qayda pozuntusu, 3-cü fol Danimarka komandası üçün. Nəzər alsaq ki, qarşıda hələ 12 dəqiqə var. Artıq 3 fol. Bu rəqib üçün bir qədər təhlükəlidir. Ellar Zeynalov. Topu itirdi, rəqib hücumdadır, amma müdafiədə səliqəli oynuyoruz və burada topsuz zonada. Qayda pozuntusu, 4-cü fol Danimarka komandası üçün. Bir qədər də tempi bu cür saxlaya bilsək
rəqibin növbəti qayda pozuntusu uzaqda deyil. Kamran Hacıyev, Ədalət Ələkbərov. Out bizimdir. Rəqib komandanın məşqçilər korpusundan Nikolay Sabye'nin baş məşqçinin etirazlarının var. Qərarlarla bağlı. Təbii ki, həyəcanlıdır. Bəli, bu bir yoxlama görüşdür. Bu öz yerdə, amma heç kim uduzmağı sevmir. Yoxlama görüşü olsa belə. Hücumdayıq. Oktay Rüstəmli. Murad Quluzadə, ondan ötürmə. Kenan Manafov. Kenan top meydandan çıxdı. Out rəqibində. Christiansen. Məcburi bir ötürməyə bənzədi. Sanki artıq Christiansenin vaxtı bitməyə üzrə idi. Gerdəyə götürmə etdi. Murad Quluzadə. Qarşıladılar. Hücumdayıq. Oktay Rüstəmli. Oktaydan qapı qarşısına ötürmə və burada Kenan Manafov bir qədər daha irəli ötürmə etmək lazım olduğunu bildirir komanda yoldaşına. Zlatan Henic. Karnelius. Zlatan ötürmə çatmadı. Aldıq topu rəqibdən. Zərbiyə imkan vermədi burada. Karnelius. Out qərarı gəlir hakimdən. Yan xətdən topu oyuna biz daxil edəcəyik. Hesab 1-1. Rəqibin 4 cərməsi var. Tofiqdən Oktay'a ötürmə. Out. Top Karnelius'tan. Meydanı tərk edər. Oktay. Qapçı ötürmə. Kamran Hacıyev. Qapıya zərbə. Qeyri dəqiq alındı Oktay Rüstəmlinin bu zərbəsi. Christiansen'den ötürmə, amma topa çata bilmir Kasper Rasmussen. Yan xətdən meydanı tərk etdi. İkinci hissə artıq yarılanır. Murad. Oktay indi. Kenan Manafov. Qapıya zərbə. Düşüncə olaraq yaxşı idi. Yəni, təbii ki, ən azından bax, oyun elementləri, oyun cizgiləri nöqteyi nəzərindən kombinasiyalı oyun, zərbə mövqeyinə çıxma, vaxtında edilən ötürmələr, bütün bunlar hamısı önəmlidir və biz bunu görürük futsalçılarımızda. Qaydanı pozan isə Tofiq Mikhailov'da. Birinci fol komandamız üçün ikinci hissədə. Christiansen. Ters vuruş. Top meydandan çıxır. Hans Riken. Təzyiq altındaydı və ötürməsi qeyri-dəqiq alındı. Bax, təzyiq rəqibə yaxın oynamaq, onu topu rahat qəbul etməmək üçün, bax, belə çətin vəziyyətə salmaq hamısı çox önəmlidir. Bu heç şübhəsiz ki, rəqibin ötürmə dəqiqliyinə mütləq şəkildə təsir göstərir.
Aldıq topu rəqibdən. Hücumlarını dayandırdıq, amma buradan çıxmaq lazımdır və indiki məqamda Tofiq Mikhailov risk etmir, topu meydandan çıxarır. Outdan top oyuna daxil edəcək. Top Hans Riken'e çatmamış. Müdaxilə edib top meydandan çıxararaq daha bir out olacaq. Qapıya zərbə qarşı salındı. Növbəti zərbə. Hər iki halda Murad Quluzadə rəqibə yaxın dayanmaqla zərbələrin qarşısını alır. Christiansen. Və burada bir anlaşılmazlıq. Təəssüf ki, ikinci top qapımızdan keçir. Qapçı irəli çıxmışdı. Və qolun müəllifi Kasper Rasmussen'dir. Kasper Rasmussen, Danimarka yaması 7 nömrəsi, ikinci topu qapımızdan keçirir. Yenidən qonaqlar hesabda önə keçirlər. İbrahim Badran, Muhammed Yusuf, yine Badran, Falk'la oynuyor, Mats Falk, kapitan. Qapçıdan qapçıya. Kamran Hacıyev topladı. Emil, Ülvi. Yine Emil, indi Ferid. Top elandan çıxır. İbrahim Badrandan. Ülvəliyev. Topu itirdik. İbrahim Badran. Hücuma çıxır Danimarka komandası. Muhammed Yusuf. Falk. Zərbə qarşı salındı. Qüdrət Qasımzadə zərbəni dəf etdi. Burada isə topa müdaxilə edən Abbas Zankenahdır. Out yeni etirəcək komandamız. Ülvidən geri Fərd Abbasova. Qapçımız irəldədir. Oynayan qapçı. Kamran Hacıyev hücuma dəstəyə gəlib. Top bizdə, rəqib müdafiə olunur. 5 nəfərlə hücum edirik. Christiansen müdaxilə etdi topa və burada hakim qaydanın pozulduğunu bildirir. Qaydanı pozan isə yığmamızın 13 nömrəli oyuncusu Qüdrət Qasımzadədir. Sarı vərəqə. Qüdrət Qasımzadəyə. Bir daha baxır episodun təkrarına. Burada kobudluq etdi rəqibə qarşı. Təbii ki, onun bu kobudluğu rəqib düşərgədə də çox sərt təpki ilə qarşılandı. Time out. Danimarka komandasının baş məşqçisi Nikolay Sabie. Time out götürür. Topu oyuna onlar daxil edəcəklər. Görək. Yenidən hesabda bərabərlik yarada biləcəyikmi? İkinci hissənin əvvəlində bunu etdik. Yedi dəqiqə qalıb.
təmiz 7 dəqiqədən söhbət gedir. İkinci hissənin bitməsinə. Hətta 1 saniyəni də təbii ki, mütləq əlavə edə. 7 dəqiqə 1 saniyə. Christiansen. Lacour. Top itirdi, hücumu davam etdirə bilmir. Danimarka komandası. Kamran Hacıyev. Ötürmə ünvanına çatmır. Burada da Esajah Lacour. Arxası qapıya idi. Başla topu qapıya göndərməyə çalışdı. Alınmadı. Fərid Abbasovun ötürməyə top itirdik. Və Fərid qaydanı pozur, sarı vərəq alır buna görə. Təbii çox sərt oynadı, çox kobud oynadı. Fərid Abbasov 3-cü fol komandamız üçün. Danimarkalılar isə 4-cü foldan sonra çox diqqətli oynuyorlar. Qaydanı pozmamağa çalışırlar. Bir daha baxırıq, bax bu epizodda Cornelius Norgard'a qarşı kobud oynadı Fərid Abbasov. Rəqib cərmə zərbəsi yerinə yetirəcək. Lacour topun arxasında. Fit verildi. Lacour ondan ötürmə. Dəqiq deyil bu ötürmə. Hücum axtarışındayıq. Emil. Top bizdə qalır. Emil. Həsənzadə. Amma burada bir-birini başa düşmür. Fərid Abbasov və Ülvəliyev. Daha dəqiq desək Fərid geridə götürməkdə. Cornelius. Winter. Top meydandan çıxır. Out bizimdə. Qapıya zərbə qeyri dəqiq alındı Ülvəliyevdən. Düşüncə olaraq yaxşıydı, amma icra baxımından dəqiq deyildi. Fərid Abbasov özü getdi, Fərid və onu yıxırlar. 5-ci fol Danimarka komandası üçün. Yaxşı bir reyd Fərid Abbasovdan. Və ona qarşı kobudluq qeydə alınır. Bundan sonraki hər qayda pozuntusu artıq Danimarkalılar üçün bir cərmə zərbəsi anlamına gələcək. Hələlik isə biz bərabərlik golunu vurmaq üçün daha bir şans əldə etmişik. Qapıya zərbə, qapçı yaxşı oynadı. Emil Həsənzadənin qüvvətli zərbəsini dəf edir qapçı Christiansen. Top bizdədir. Ülvəliyev. Ondan ötürmə. Belə bir durumda təbii ki, bir qədər rəqibi sıxmaq və növbəti qayda pozuntusuna məcbur etmək çox önəmlidir. Heç şübhəsiz ki, Danimarkalılar da bunu bilirlər. Out. Rəqib yan xəttə top oyuna daxil edəcək. Out. Top bizdən. Meydan tərk edir.
Topa imkan vermedi. Amma rəqibin hücumu davam edir. Zərbə qeyri-dəqiqdir. Uzaqlaşdırmaq lazım topu təhlükəli zonadan. Qeyri-dəqiq götürüm alındı. Zərbənin qarşısını alırıq. Özümüz necə hücuma çıxa biləcəyik mi? Top meydandan çıxır. Out bizimdir. Ötürmə amma təəssüf ki bu epizodda zərbə endirə bilmir Nihad İsmailov. Zərbə qapıcı yerində. Son 4 dəqiqə yarım. Hücumdayıq. Murad Quluzadə. Yine Murad. Eldar Zeynalov. Nihat. Bərabərlik qolumuzun müəllifi. Murad Quluzadə istiqamət ötürmə. Olmadı. Amma topa nəzarət yenə bizdədir. Növbəti hücumumuz. Kamran Hacıyev topu götürür. Vaxt itirmək olmaz. Mümkün qədər tez topu hücum zonasına çatdırmaq lazımdır. Az qala isə bərabərləşəcək, amma Christiansen buraxmadı bu topu. Və üçüncü topu buraxırıq bu arada. Təəssüf ki, Hans Ricken hesabı 3-1 edir. Danimarka yığmasının 11 nömrəli oyuncusu. 3-1 olur. Amma hələ vaxt var. Futzalda 3 dəqiqə 28 saniyə kifayət qədər böyük vaxt sayılır. Bu arada qapıcımız oyuncu ilə əvəzlənib. Onu da qeyd edək, 20 nömrəli oyuncu Fərdi Abbasov hazırda o oynayan qapıcı funksiyasını yerinə yetirir. Qapıcı köynəyini geyinməklə. Amma bax bu məqamda qapımız da boş qalıb. Özü Fərdi Abbasov geri qayıtmağa macal tapdı və hesabın dəyişməsinə imkan vermədi. Tofiq Mikhailov. Fərid. Oktay. Fərid. Ondan ötürmə. Fərid topladı. Qapı qarşı göndərilən top. İtirdik topu. Və topa bir toxunuşu var Fərid Abbasovun. Bu isə topun çərçivəyə getməsinə imkan vermir. Fərid Abbasov. Tofiq Mikhailov. Qapıya zərbə lazımdır. Top xətti keçdi artıq. Bax burada Ülvi Əliyev topa çatan kimi zərbə endirmə imkanı var idi. Amma bunu etmədi. Top meydandan çıxır. Bir-birlərini başa düşmədi burada Danimarkalı oyuncular. Yine Kamran Hacıyev qapıcı. Meydan tərk edir. Fərdi Abbasov oynayan qapıcı. Time-out götürür yığma komandamızın baş məşqçisi Yevgeni Kukseviç.
1-2 hesabı ilə uduzduruq bu yoldaşlıq görüşündə. Bir daha xatırladım, 24 yanvar tarixində daha bir oyun olacaq. Azərbaycan və Danimarka yığma komandaları növbəti yoldaşı görüş keçiriləcək. Bakı İdman Sarayında saat 16-da başlayacaq həmin qarşılaşma. Və 2 dəqiqəmiz var. Danimarka komandasının cərimə sayı ilə 5-də ilişib qalıb hələ ki. Oyun devam edir. Tovik Mikhailov. Ferit, Tofik, Ülvi. Ülvi topu itirdi. Uzaqdan qapıya zərbə cəhdi, qeyri dəqiqdir. İbrahim Badran. Qapının boş olduğunu görüb zərbə indirdi, amma qeyri dəqiq alındı zərbəsi. Tofik Mikhailov. Ülvi Əliyev topladı. İndi Fərid Abbas hücumu davam etdirir. Tofik Mikhailov, Tofik, yenə Fərid. Topu elinə saxlaya bilməli, təəssüf ki. Out rəqib indi. Abbas, Zankane. Və təzyiq işə yaradı, topu meydandan çıxarır Abbas. Gün zərbəsi yerinə yetirəcək komandamız. Kenan Manafov, Tofik Mikhailov. Fərid Abbasov, geri yenə Tofik Mikhailov, Tofik, ondan ötürmə. Fərid, Tofik, qapıya baxdı, zərbə indirdi. Sonuncu dəqiqə başladı ikinci hissədə. Topu meydandan çıxaran Fərid Abbasovdur. Rəqibin hücumunu dayandırır və meydanı tərk edir qapıcı Kamran Hacıyev. Çərçivədə öz yerini alır. Christiansen. Out. Oktay Rüstəmlidən topu meydanı tərk etdi. Hücum şansımız var. Daha sürətlə. İrəli çıxmaq lazımdır. Ülvi Əliyev. Rəqib artıq müdafiəni qurdu. Tofik Mikhailov. Ülvi Əliyev. Fərid Abbasov. Son saniyələr gedir görüşdə. Tofik Mikhailov. Fərid. Qapıya zərbə. Christiansen yerindədir. Qapı boş idi və Christiansen qapıcı özü fərqlənir. Hesabı 4-1 edir Danimarka yığmasının qapıcısı Niklas Christiansen. Təbii ki, qapıcı oyuncunun olması var, bunun bu məqamlarda və bu tərəfi də var. Hücum edən komanda, yəni meydan oyuncu nöqteyi nəzərindən say üstünlüyünə yiyələnmək istəyən komanda bəzən bax bu cür hallarla üzləşir. Və beləcə görüş başa çatır, hörmətli tamaşaçılar. Azərbaycan və Danimarka yığma komandalarının beynəlxalq yoldaşlıq görüşü, ilk görüşü Danimarkalıların 4-1 hesablı qalibiyyətlə yekunlaşır. Bu bir yoxlama oyunudur, bir daha qeyd edək. Və təbii ki, bu yoxlama oyununda əsas məqam
komandanın çatışmayan zəif tərəflərini üzə çıxarmaqdır və təbii ki, bu istiqamətdə baş məşqimiz Yevgeniy Kukuseviçə. Eyni zamanda yığma komandamızın bütün üzvlərinə uğurlar arzuluyuruq. Yığmamızı növbəti oyunu dəstəkləmək üçün azarkeşləri isə 24 yanvar saat 16-da Bakı İdman Sarayına dəvət edirik ki, Danimarkalılarla ikinci yoxlama görüşündə komandamızı tək qoymasınlar. Və beləcə oyunda vurulan qolların təkrarını da izləməklə sizinlə sağollaşır, hörmətli tamaşaçılar. Reportajın ərsəyə gəlməsində əməyi olan bütün həmkarlarıma təşəkkürümü bildirirəm. Yenidən görüşmək ümidi ilə salamat qalın. Onlar, hərik onlar, hə onlara. Götür. Emil, getirdim. Ha. Gələn abi. Gələcəm. Hər kəsin ürəyində bir